Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elçi.az-ın suallarını cavablandırıb. Qüdrət Həsənquliyevə ünvanlanan İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycan prezidenti İlham Əliyevə zəng etməsini necə qəbul etdiniz sualını belə cavablandırıb. Çox yaxşı, mən həmişə deyirəm ki, İran həm də bir türk dövlətidir, həm də biz orada hansı siyasi rejimin olmasından asılı olmayaraq qonşularımızla normal münasibətlərin saxlanması üçün öz tərəfimizdən lazım olan addımları atmalıyıq. İranın dağıdılması, dinc insanların ölümü hamımızı üzür. İran ABŞ ilə anlaşmalı, müharibəni dayandırmalıdır. Amma çox təəssüf ki, Pezeşkiyanın elə bir səlahiyyəti yoxdur ki, nəyisə həll etsin. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, bizim torpaqlardan İrana qarşı istifadə olunmasına yol verməyəcək. Azərbaycanın hər hansı dövlətlə əməkdaşlığı İrana qarşı yönəlməyib. Buna baxmayaraq, Sepahın generalları dayanmadan Azərbaycanı hədələyir. Sepah, Körfəz ölkələrinə raket və dronlarla hücum etməyə dayandırmalıdır. Əgər həmin ölkələrdəki hərbi bazalardan İrana qarşı hücumlarda istifadə olunmursa, Azərbaycana təcavüz indiki formada və coğrafiyada mövcud olan İran dövlətinin sonu olar. Onlar anlamalıdırlar ki, Azərbaycan heç vaxt istəməz ki, qonşusunda yeni bir Suriya yaransın. Hər zaman İranda proseslərin təkamül yolu ilə inkişafının tərəfdarı olmuşuq. İran islahatlara başlamalı, orada yaşayan xalqların milli hüquqlarını tanımalı, İsraili məhv etməklə hədələməyə son qoymalı, ölkənin inkişafı üçün ABŞ tərəfindən tətbiq olunmuş sanksiyaların aradan qaldırılmasına nail olmalıdır. İranın yeni lideri Müçtəba Xameneyi atasını öldürmüş ABŞ ilə anlaşmaya gedərmi? Sualına cavab olaraq partiya sədri qeyd edib ki, İran xalqının maraqları naminə bunu etməlidir. İran özünü nələrdəsə haqlı saya bilər, amma müharibədə həmişə haqlı olanlar yox, güclülər və siyasi baxımından yetkin olanlar qalib gəlir. İranın bu qeyri-bərabər müharibədə qalib gəlməyə şansı yoxdur. Ölkəni viran qoymağın adı nədir? Venezueladakı kimi ABŞ ilə anlaşmalıdırlar ki, ABŞ xüsusi təyinatları gəlib Maduronu apardıqları kimi zənginləşdirilmiş uranı aparsın və öhdəlik götürməlidirlər ki, uzaq mənzilli ballistik raket istehsalını dayandırırlar və ABŞ ilə əməkdaşlığa başlayırlar. ABŞ-nə onsuz da bir müsəlman ölkəsi olan İranda demokratiya, insan haqları kimi məsələlər az ilgiləndirir. İran bu istiqamətdə islahatları öz insanının gələcəyi üçün həyata keçirməlidir. Azərbaycan indiki vəziyyətdə sülh üçün nəsə edə bilərmi sualına cavabında Milli Məclisin deputatı Qüdrət Həsənquliyev söyləyib ki, Pezeşkiyan deyir ki, sülh üçün bizə yox, ABŞ-ya müraciət edin. Amma gözəl bilir ki, ABŞ-nı dayandıra biləcək nə bir dövlət, nə bir beynəlxalq təşkilat var. ABŞ-nın resurslarının tükənəcəyini gözləmək isə baş verənlərə bəsit bir yanaşmadır. İran Körfəzdəki müsəlman ölkələrində bombalamaqla imkan yaradıb ki, ABŞ müharibənin xərclərini Körfəz ölkələrindən alsın. Bəlkə də artıq alır. İranın bombalanmasının davam etməsi acılığa, böyük humanitar fəlakətə yol aça bilər. Azərbaycan özündə 60-a qədər İslam dövlətini birləşdirən İslam Əməkdaşlıq Təşkilatının sammitinin fövqəladə iclasının çağırılması üçün baş katibliyə müraciət edə bilər. Təşkilat müsəlman təəssübkeşliyi ilə çıxış edib, hərbi siyasi və humanitar böhranın baş verməsini nəzərə almalı, İran İslam Respublikasının rəhbərliyinə müraciət etməlidir ki, sadə müsəlmanları düşünsün, müəyyən güzəştləri getməklə müharibəni dayandırsın. ABŞ və İsraildən isə tələb olunmalıdır ki, mülki infrastruktura hücum etməsin. Gələcəkdə dağıntıları bərpa etmək üçün İrana 10 illər və 100 milyardlarla dollar vəsait lazım olacaq. ABŞ İranın blokadasını və sanksiyalar aradan qaldırmasa, bir müddət sonra ölkədə acıların qiyamı baş verəcək.